baxaq. Həddi funksiya nədir ümumiyyətcə? Y bərabərdir kx plus 5 şəklində verilən funksiyadır. Burada k və b həqiqi ədədlər olmalıdır. Yəni k, b ola bilər ki 2-də 1 olsun. Məsələn, k-nın qiyməti 2-də 1 olsun, b-nin qiyməti -3 olsun. Həqiqi ədədlər də, həqiqi ədədləri də biz bilirik də. Artıq mən də bilirəm ki, həqiqi ədədləri siz seçə bilirsiniz. Həqiqi ədədlər nədir? X sərbəst dəyişəndir. Bax Fatimə. Arqument. Görürsən? Arqumentə x deyirik. Y asılı dəyişəndir. Funksiyanın qiyməti. Və yaxud nədir? Başa düşdün bunu? Xətti funksiyanın qrafiki hər zaman düz xətdir. Bax hələ. Bax, belə bir funksiya qursan. Bir dəqiqə. Belə. Bax, məsəl üçün kx plus b funksiyasını qururam. Düzdür? Bax, belə və yaxud belə gələcək, belə gələcək, belə gedəcək. Yəni, düz xəttdə olacaq. Aydındır, düz xəttdə olacaq. Heç vaxt kx plus b-nin qrafiki belə ola bilməz, belə ola bilməz. Aydındır, belə ola bilməz. Mən bilirəm ki, təsəvvür yarandı. Kx plus b nə deməkdir? Bu belə. İndi k-nın özü, bax bu bilsiz bir də harada lazım olacaqsa teoremədə. Məsəl üçün, müəyyən bir nöqtəsində, məsələn, x-in 3 nöqtəsində funksiyanın teoreməsini soruşacaq səndən. X-in 3 nöqtəsindəki teoreməsi həmin funksiyanın k bucaq əmsalına bərabərdir. K da bərabərdir tangens alfaya. O tangens alfa bilsən hardan gəlir? Bax, buradan gəlir. Funksiyanı çəkdim. Bu da olsun, məsəl üçün, kx plus b funksiyası. Düzdür? Y bərabərdir kx plus b. X-in müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağa biz deyəcəyik ki, k-nın qiyməti k bərabər olacaq həmin bucağın tangensinə. Yəni, tangens alfa bərabər olacaq k-ya. Bu həmişə belədir. Ola bilər ki, funksiya bu vəziyyətdə olsun. Bax, belə gəlsin. Yenə də, bax, bu bucağa baxasın. Bu vaxtı da tangens mənfi olacaq. Çünki burada indi birinci, üçüncü rüb, trigonometri funksiyaları keçəndə deyəcəm ki, tangens hansı rüblərdə mənfidir, hansı rüblərdə müsbətdir. Yəni, bunu belə də görmək olur. Onsuz bura 45 olsa, məsəl üçün, bura olacaq 135, 90 plus 45 olduğuna görə atır ikinci rübə. İndi onu da izah edəcəm. Yəni, burada əsas məqsəd odur ki, bax, bu arada alınan bucağın tangensi k-ya bərabərdir. Yəni ki, əmsala bərabərdir. Aydındır. Burada mən bilirəm, qaranlıq qalan heç nə olmaz. Qaranlıq qalan varsa, denəyin, izah edeyim. Bir təzdən izah edeyim. K bərabər tangens alfanın nə olduğunu dedik. K əgər, bax, burada da deyir, bax, görsən, deyir, bucaq əgər itirilirsə, yəni 0-la 90 arasındadırsa, bu o deməkdir ki, bax, belə bir funksiyan var. Bu belədirsə, yəni burada həmişə x-in müsbət istiqaməti ilə 90 dərəcə əmələ gətirir. Yəni 90 dərəcədən kiçik əmələ gətirir, daha doğrusu. 90-dan kiçik əmələ gətirirsə, bu funksiya artan funksiyadır. X artdıqca y də artır. Çünki bax, görürəm ki, burada həqiqətən də x-ə 1 verəndə deyək ki, artır, 2 verəndə artır, 3 verəndə artır. X-in də qiyməti y-dən x necə artırsa, y-də o qədər arta gedir. 0-la 90 arasında, bax, görürəm ki, həqiqətən də bucaq 0-la 90 arasındadır. Aydındır. Burada qaranlıq qalan nəsə var. İndi buna uyğun bir dənə misal yazaq. Var buna qaranlıq qalan nəsə? Yaxşı. Bax, gəl. Yaxşı. Gəl bir dənə belə bir funksiya çəkək. Məsəl üçün, y bərabərdir 5x üstə gələk 7 funksiyası. Düzdür? Burada bu bərabərdir k-dır. Bu da b-dir. İndi k-nı b-ni tapmağın da qaydasını deyəcəm sizə. Məsələn, bir yerdə məsəl üçün funksiyanın qiymətini verir.
K-nı B-ni tapmaq onu da deyəcəm. Sadəcə bir dənə funksiyanı quraq. X-a 0 verib, Y-ə tapır. Ay sağ ol. Ay sağ ol. Bax, məsəl üçün, burada kəsdiyi nöqtə, Y oxun kəsdiyi nöqtə sərbəst həddə bərabərdir. Bu bizim nəzəri dediyimizdir. Bunu praktikaya gətirəndə, Y oxun kəsdiyi nöqtə deyirik ki, sərbəst həddə bərabərdir. Niyə sərbəst həddə bərabərdir? Çünki X-ə mən 0 versəm, 0 nöqtəsində funksiyanın qiyməti bərabər olacaq 7-yə. Yəni, burası 0 versəm, funksiyanın qiyməti bərabər olacaq 7-yə. Yəni ki, 7 nöqtəsindən keçəcək. İndi X-i hansı nöqtədə kəsəcək? X-i o nöqtədə kəsəcək ki, Y-ə 0 verəcəm. Yəni, bax, bura 0 verəcəm, yenə Y-ə. Y-ə 0 verəcəm. Olacaq 5x plus 7 bərabər olacaq 0-a. X-də bərabər olacaq -7 bölək 5. Yəni ki, bax, bura gəlib düşəcək. Olacaq -7 bölək 5. Yəni, kəsir kimi yazıram, heç başında qarışmasın. Düzdür? Gördüm ki, bax, belə gəlib keçir. Deməli, funksiya necə funksiyadır? Artan funksiyadır. Həqiqətən də, məsələn, sən burada belə bir dənə funksiya verər, deyər bunun K-ını tap. Və məsəl üçün, bir dəqiqə, məsəl üçün, belə bir dənə funksiya verər, deyər, bura yazar ki, məsəl üçün də 3, burada yazar -5. Deyər, bunun K-ı nəyə bərabərdir? Funksiyanı belə bir vəziyyətdə verib, deyək, K-ı nəyə bərabərdir? Sən bunu iki üsulla edə bilərsən. Əgər trigonometriyanı, sadə şəkildə trigonometriyanı bilirsənsə, yəni tangensin nə olduğunu bilirsənsə, daha asan edərsən. Yox, əgər bilmirsənsə, onu da eləmək qaydası var, onu da deyəcəm. Bax, ədə. Mənim bir deyim mən bunu. Qoy bir dənə deyim, sonra sən deyərsən də bula. Bax, ədə. Üçbucaq alınır da burada, düzdür? Belə bir üçbucağımız alınır ki, belə bir üçbucaq alınır, düzdür? Bax, bir dəqiqə, belə bir üçbucaq alındısa əgər, buradan bura məsafə nə qədərdir? 5, düzdür? Məsafə yazıramsa, tam mənfisinə ehtiyacım yoxdur. Məsafə yazıramsa, mənfisinə ehtiyacım yoxdur. Ya da burada, məsələn, tangens tapacaqsa, mənfini qoyaram bura yerinə. Amma mənfisinə ehtiyacım yoxdur hazırda. Burada neçədir? 3-dür. Düzdür? Deməli, bunun tangensi nəyə bərabərdir? Tangens alfa nəyə bərabərdir? 3 bölünsün 5. Düzdür? 5 əvvəl. Ay, sağ ol. 3 bölünsün 5. Amma burada mənfini görürəm axı burada. Mənfini görürəm də burada. Artıq burada mənfini mən yazmalıyam. Məcbur yazmalıyam ki, niyə yazmalıyam? Çünki burada K-nın qiymətini yazacağam axı mən. Düzdür? K-nın qiyməti də mənfi ola bilər. Düzdürmü? Bəli. Aha. Deməli, -3 bölək 5 və yaxud -3 bölək 5. Bu olur bizdə K-nın qiyməti. K bərabərdir. Bax buna. Belə də tapa bilərsən. Bu asan qaydasıdır. Məsələn, trigonometriyadan az çox anlayışın varsa, sən bilirsən ki, belə bir üçbucaq veribsə sənə, bir dəqiqə, düzbucaqlı üçbucaq veribsə, qarşı katetin qonşu katetə olan nisbətinə biz deyirik tangens alfa. Qonşu katetin qarşı katetə olan nisbətinə deyirik kotangens alfa. Düzdür? İndi bunu onsuz trigonometriya gələndə daha rahat başa düşəcəyik. Yox, əgər sən trigonometriyanı deyək ki, bilmirsən. Tutalım ki, hazırda trigonometriyanı bilmirsən də, düzdür? Mən bunu nətər edərəm? İfadəm əslində düz xəttin tənliyi nətərdir ki, kx plus b deyil. Həmişə bu belə olmalıdır da, düzdür? Həmişə bu belə olmalıdır. Yəni, bu başqa cür ola bilməz. Yəni, normal quruluşu bu vəziyyətdədir. İndi mənə birinci növbədə x-in 0 qiymətinə görəm y bərabərdir 3-ə. X-in 0 qiymətinə y bərabərdir 3-ə. Deməli, y-i 3 yazıram.
X-in 0 qiymətini yazıram. 0. Üstə gələk B. Bu getdiyi 0-a. Deməli, B nəyə bərabərdir? B bərabərdir 3-ə. Əgər trigonometriyanı bilmirsənsə, bu qaydası da var. Bu qaydası da rahat. Problem deyil, çıxarda bilərsən. B bərabərdir 3-ə. B-ni 3 tapandan sonra gətirən ifadələ qoyuram yerinə. Artıq Y plus KX plus 3 olacaq ifadə. Y-in mənfi 5 qiymətində ifadə, daha doğrusu X-in mənfi 5 qiymətində ifadə bərabər olacaq 0-a. Yəni ki, Y bərabərdir 0 olacaq mənfi 5K üstə gələk 3. K nəyə bərabər olacaq? K nəyə bərabər olacaq? 5 bölək 3. Daha doğrusu 3 bölək 5. Düzdür? 3 bölək 5. Vəssalam. Aydındır. Başa düşürük bunu. Yəni, belə də tapa bilərsən, elə də tapa bilərsən. Kimə nəsə qaranlıq qaldı burada? Hə, uşaqlar, qaranlıq qalan nəsə var? Hayır. Aha. Yəni, hansı asandırsa ondan eləyin, amma trigonometriyanı bir balaca bilsəz, trigonometriyanı eləmək daha rahatdır. Çünki orada, məsələn, sizə birbaşa dərəcə verər, heç nə verməz. Digər K-nı tap, sən onda heç nə vermir də sənə. Məsələn, belə bir ifadə veribdi. Belə bir dənə funksiya verib. Burada deyir ki, alfası bərabərdir. Deyir ki, alfa bərabərdir 45 dərəcə. Deyər, bu K nəyə bərabərdir? K neçəyə bərabərdir? Və yaxud da deyək ki, sənə biraz da çaşdırar. Deyər ki, buradan alfanı verər. Burada alfa deyər ki, məsələn, bərabərdir 135 dərəcəyə. Deyər, K nəyə bərabərdir bu? Sən də bilirsən ki, bura ümumilikdə 180 dərəcədir. 180 dərəcədən 35 dərəcəni çıxacaq, bura olacaq 45 dərəcə. Tangens 45-də də nəyə bərabərdir? 1-ə bərabərdir. Deməli, bunun K nəyə bərabərdir? 1-ə bərabərdir. Vəssalam. Aydındır. Yəni, hər cürə çıxa biləcək sualların hamısını dedim. İndi gəl baxaq, bu K-nın hansı qiymət, harada müsbət olacaq, harada mənfi olacaq. Aha. Dedik ki, K sıfırdan böyükdürsə, bucaq iti olacaq və funksiya artan olacaq. Həqiqətən də gördüm ki, artandır. K sıfırdan kiçikdirsə, bucaq 90 ilə 180-nin arasına düşəcək. Bax, belə bir bucaq olacaq. Yəni, burada alınan bir alfa olacaq. Və həqiqətən də 90 ilə 180-nin arasına düşübdür. Düzdür? 90-dan böyükdür, 180-dən da kiçikdir. Bu da azalan olacaq. Çünki X-in qiyməti artdıqca, X-in qiyməti görürəm artır, amma Y-in qiyməti mənfiyə gedir. X-in qiyməti mənfidən gəlir, arta gəlir. Gəldikcə də Y-in qiyməti azalır. Bu məntiq olaraq da mən dərk edə bilirəm. Deməli, X artdıqca Y azalır. Buna da nə deyirik? Azalan funksiya. Aydındır. Bu belə. K bərabərdir 0 olduqda Y bərabərdir B olur. Həqiqətən də bu belədir. Məsəl üçün, KX plus B-dirsə funksiya. X-in yerinə 0 qoysan, bu gedəcək. Y bərabər olacaq B-yə. Düzdür? Y bərabərdir B olacaq. Bu belə. Bura qədər kiminsə sualı var? Xətti funksiyadan. Hayır. Kiminsə sualı varsa desin. Yaxşı. B sərbəst OY oxun kəsdiyi ordinatdır. Y bərabərdir düz xətt OY oxun 0 benefitdir. Bunun hamısını dedim də mən. OY-ın kəsmə nöqtəsi Y bərabərdir 0 götürülür. Nəsə, bunların hamısını mən dedim. O misalların üstündə dedim. İstəsəniz bir də özünüz oxuyub baxa bilərsiniz. Bunların hamısını o misalların üstündə dedim. Yaxşı. Sərbəst 2 arqument seçilir. Ən əlverişli Y bərabərdir 0. Aha. Deməli, seçilmiş X qiymətinə uyğun Y qiyməti dəyərləri tapılır. X1, Y1, X2, Y2 koordinat müstəvisində qeyd olunur və xəttkeşlə birləşdirilən birdən iki tərəfə uzanılır. Yaxşı, bu heç. Bu normal ölçmədir. Bu belə. Yaxşı, nümunə suala da
Nümunə sualıya baxaq görək nümunə sualı nədir? Deyir bucaq əmsalını və sərbəst həddini qeyd edin. Yaxşı, bu funksiyanı biz birbaşa görə bilərik. Azalanlığını görə bilərik də biz burada. Azalanlığı nətər görürük? Görürük ki, k-sı sıfırdan kiçikdir. Həqiqətən də k-sı sıfırdan kiçikdir. Demək funksiya nədir? Azalan funksiyadır. Düzdür? Bucaq əmsalı sərbəst həddini qeyd edin. Bucaq əmsalını tapa bilərik biz buradan. Bucaq əmsalı onsuz mənfi 2-dir. Artan azalanlığını da qeyd edirik. Koordinat oxları ilə kəsmə nöqtələrini tapa bilərik. Koordinat oxları ilə kəsmə nöqtələrini nətə tapırıq? X-ə 0 verib y-ə tapırıq. Y-ə 0 verib x-i tapırıq. Bax, eyni qaydanı buradan vermişik. Bu belə. Bu nümunə sual. Nümunə 2-ci sualdakı da özünüz baxarsınız. Gəlirik biz kvadratik funksiya. Xətti funksiyadan kimin nə başa düşməlisə desin. Kim nəyə başa düşməlisə desin xətti funksiyadan. Deyirəm axı o MN-i niyə orada qeyd eləməmişəm? MN-i burada qeyd eləmişəm, bax uşaqlar. MN-i burada qeyd eləmişəm. Amma mən heç uşaqlarıma məsləhət görmürəm ki, M-lə N-lə işləməyi, amma olur da, məsəl üçün birbaşa sual da düşür M-lə N-lə bağlı. Sizin deyir ki, sırf misal kimi də suallar düşür də, məsəl üçün düstur kimi, daha doğrusu düsturu sadəcə olaraq düsturu soruşur, orada məsələn MN lazım olur, sadəcə olaraq yadınızda saxlayın. Amma istifadə eləməyə törəmədən istifadə eləyin. İstifadə eləmək lazımsa törəmədən istifadə eləyin. Yaxşı. Deyirik ki, A sıfırdan böyük olduqda parabolanın qolları yuxarı yönəlir. Niyə bu belədir? Heç özümüzə sual verməmişik ki, niyə X A sıfırdan böyük olanda qollar yuxarı yönəlir? Gəl bir dənə tənlik yazaq. Yazaq ki, məsəl üçün də AX plus AX kvadrat üstəlik BX plus C deyil bizim kvadrat tənliyin düsturu. Və məsəl üçün burada A-nın yerinə yazıram 1 yazıram ki, rahat hesablaya bilək. X kvadrat üstəlik elə burada da 1 yazıram. Olsun B daha doğrusu X plus bunu da 1 yazıram. Yəni bunu quraq da belə quraq. Bir dəqiqə. Burada quraq, yox. X kvadrat üstəlik X üstəlik 1. Tənliyimiz budur, düzdür? Deyirik ki, A-nın sıfırdan böyük qiymətlərində parabolanın qolları yuxarı yönəlir. X-ə 1 versəm, ifadə olacaq 2. 2, 3 olacaq. Düzdür? 1 qiymətində 3. 1 qiymətində 3. 2 qiymətində nə olacaq? 2 qiymətində 4, 6, 7. Düzdür? 7 olacaq. 2 dənə qiymət qurmaq bəs edir. 1 qiymətində nə olacaq? Mənfi 1 qiymətində. Mənfi 1 qiymətində 1 üstəlik mənfi 1 minus 1. Bu mənfi 1 ilə müsbət 1 bir-birini apardı. Olacaq nə? 1. Daha doğrusu belə olacaq. Düzdür? Parabolanın bir dənə nöqtəsi buradan keçəcək. Bir dənə nöqtəsi buradan. O nöqtələrini qırmızı ilə götürək ki, rahat görə bilək. Buradan, buradan. 0 nöqtəsində də 1 eləyəcək. Gəl buradan keçəcək. Sonra mənfi 2 qiymətində də 4 eləyəcək. Bu da eləyəcək. Mənfi 2-ni qoysam eləyəcək 2. 4-dən 2-sini çıxacam 2. Üstünə 1-ini gələcəm 3. Deməli, mənfi 2 qiymətində də ifadənin qiyməti bərabər olacaq 3-ə. Düzdürmü? Gördüm ki, parabolan, bax, belə bir dənə parabol alındı. Həqiqətən də A-nın müsbət qiymətində, A-nın sıfırdan böyük qiymətlərində parabolanın qolları yuxarıdır. Dedim, özümə sübut elədim. Aydındır uşaqlar, başa düşdük. Qaranlıq qalan heç nə yoxdur ki, bu belə. Eyni qayda ilə də, məsəl üçün, A-nın sıfırdan kiçik qiyməti. Bax, onu da hesablamaq olar. Məsəl üçün, mənfi x, mənfi 1 də bu, mənfi x plus 1, mənfi x kvadratı üstəlik x plus 1. Burada A-nın qiyməti sıfırdan kiçikdir. Gəl bunu da quraq. 1 qiymətində alacaq mənfi 1, mənfi 1 qiymətində olacaq. Deməli, 1-in kvadratı mənfi 1, üstəlik 1, üstəlik 1.
1 ilə bunlar girəcək çıxar, qalacaq 1. 1 qiymətində ifadə alacaq 1. Düzdür? 2 qiymətində alacaq -2. Düzdürmü? 2 qiymətində olacaq -4. Üstə 2 edəcək -2. Üstə 1 gələndə -1. Deməli 2 qiymətində artıq alacaq 2 qiymətində -1-i. Düzdür? Aha, o belə. Bir dəqiqə. Aha. Ya bunu belə seçək. 2 qiymətində 1 alacaq. Düzdürmü? Bunu göyünə götürək. Aha, belə. Deməli 2 qiymətində 1 alacaq. -1 qiymətindən alacaq. -1 qiymətində -1. -1 qiymətində yenə -1, üstə gələk 1. 1 ilə 1 getdi. -1 qiymətindən aldı. -1 aldı. Düzdür? -1 qiymətində -1 aldı. 0 qiymətində də 1 edəcək. Bunun təpə nöqtəsi gəlib çıxacaq bura. -1 nöqtəsində də, -1 qiymətində də 1 aldı. Və bəs eləyir. Bu parabolanı qurumaq üçün mənə bəs eləyir. Düzdür? Burada paraboluya çox oxşamadı. Bir dəqiqə. Aha, belə. Gördüm ki, parabolanın qolları həqiqətən də aşağı düşdü. Düzdür? Başa düşdük bunu. Qaranlıq qalan nəsə var? Aha, bu belə. Bilmem, çox sağ olun. Yaxşı, bu belə. Bu belə. Əssalam. Hər birini dedin, sübut elədin. Həqiqətən də bu belədir. Yəni özün özəl sübut eləməlisən uşaqlar. Yəni heç kim belə necə deyim də, heç bir ədəbiyyat sənin rahatçılıq üçün deyil də. Sadəcə yazır keçir. Əgər özün oxuyursansa, hər birini özün bir qoymalısan qabağa, yazmalısan, sübut eləməlisən. Funksiyanı başa düşdüm, bunu yazdım, bunu sübut elədim. Yaxşı. İndi gəl bu kvadratik funksiyanı başa düşək, dərsi yekunlaşdıraq. Dedik ki, baş əmsal A sıfırdan böyükdürsə, qollar yuxarı, təpə nöqtəsi ən kiçik qiyməti minimum olur. Çünki burada məsəl üçün x kvadrat, belə deyək də, x kvadrat üstəgələk 5x üstəgələk 7 ifadəsində burada maksimum qiymət tapanmaram ki mən, minimum qiymət taparam da, düzdür? Bu ifadənin maksimumu ola bilməz. Bunu biz çoxhədlilərdən də bilirik ki, belə bir ifadənin maksimumu ola bilməz. Maksimumu sonsuzluqdur. Minimumu onu tapa bilərəm. Düzdür? Eyni qayda ilə -x kvadratı üstəgələk 5x üstəgələk 7 ifadəsində də bu ifadənin də minimumunu tapa bilmərəm. Çünki x-ə istənilən qədər qiymət verdikcə funksiya aşağı gəlir. Daha doğrusu qiymətlər aşağı gəlir. Funksiyanın da qolları aşağı gələcək. Deməli, bax belə bir funksiya olsa, deyək ki, bax belə. Görürəm ki, burada da mənfiyə gedir, burada da mənfiyə gedir. Minimum qiyməti yoxdur, amma maksimum qiyməti var. Düzdür? Ya da ki, funksiyanın qolları əgər yuxarıdırsa, deməli bu funksiyanın maksimumları yoxdur, maksimumu sonsuzluqdur, amma minimumu var. Düzdür? Bu da belə. Burada qaranlıq qalan nəsə var? Bu belə. Aha. Bir də, bax, ən çox soruşduğunuz məsələlərdən biri budur. Məsəl üçün, bu MN, bunlar heç, bunlar məsəl üçün bildiyiz düsturlardır. Məsələn, minimum qiymət tapmaq, maksimum qiymət tapmaq. Mən bunu sizə asan qaydasını dedim ki, teorema edərək. Yəni, teorema da əgər sizə çətin gəlirsə, bu daha çətindir əslində. Düsturu yazıda saxla, istifadə elə, daha çətindir. Amma baxın görün, sizə hansı asan gəlsə ondan eləmək. Mənə qalsa teorema edərək daha rahat. Yaxşı. Koordinatların kəsişmə nöqtələri. Bax, y-i 0 götürüb, y bərabərdirsə, yəni sərbəst həddə bərabərdir. Kəsişmə nöqtəsi həmişə 0-s olur. Yəni, bax, belə bir parabola çəksəm, bax, belə olsa, x-in 0 nöqtəsində, daha doğrusu y-in 0 nöqtəsində, yox, bizə x-in 0. X-in 0 nöqtəsində y-lə kəsişmə nöqtəsini tapıram. Eyni qaydayla da, əgər mən x-in bu tənliyin köklərini tapmaq istəyirəmsə, bu kvadrat tənliyin düzdür, kvadratıdır. Daha doğrusu funksiyanda, kvadrat tənliyi olan funksiyanın qrafikidir. Bunun köklərini tapmaq istəyirəmsə, y-ə 0 verməliyəm. X kvadratı üstəgələk, məsələn, ax kvadratı üstəgələk bx üstəgələk c-ni bərabər eləməliyəm 0-a ki, bu kökləri tapa biləm. Aydındır.
y-i bərabər eləməliyəm 0-a. Əgər x-i tapmaq istəyirəmsə, y-i bərabər eləməliyəm 0-a. Y-i tapmaq istəyirəmsə, x-i bərabər eləməliyəm 0-a. Bu belə. Bunun hamısını orada qeyd eləmişəm. Bir də qaldı bizdə yəni x oxunun kəsdiyi nöqtələr, bir də x oxuna toxunacaq. Harda kökü vardır, tamamilə yuxarı, tamamilə aşağı yerləşməyi. Bax. Deməli, x oxu ilə kəsişmə nöqtəsi, x-in sıfırları, y bərabər 0 götürəndə, yəni ifadəni bərabər eləm 0-a. Sadə bir kvadrat tənlikdir. ax kvadrat üstəgələk bx üstəgələk c tənliyidir. Bərabər eləm 0-a. Burada d bərabərdir b kvadrat minus 4ac. Bu sadə diskriminantın düsturudur da, düzdür. Bunu bilməyən var. Bu sadə diskriminantın düsturudur. Bilmirsinizsə, deyin, başa salın. Problem deyil. Sadə diskriminantın düsturudur. Əgər ki, bu diskriminantın düsturundan alınan cavab sıfırdan kiçikdirsə, yəni diskriminant, belə deyək də, diskriminant sıfırdan kiçikdirsə, bu tənliyin həlli var. Hələ tənliyə baxıram, amma funksiyaya baxmıram. Tənliyin həlli var? Yoxdur. Diskriminant sıfırdan kiçikdirsə, bu tənliyin həlli yoxdur. Diskriminant əgər sıfıra bərabərdirsə, tənliyin neçə həlli var? 2 bərabər həlli var. Yalnız yox, sıfıra bərabərdirsə. Yalnız bir həlli var, bəli. Və yaxud da bərabər həlli var. Bərabər həlli var da, düzdür? Və yaxud da bərabər həlli var. Ya da ki, bir dənə həlli var. Aha. Deməli, d əgər sıfırdan böyük bərabərdirsə, bunun artıq 2 dənə həlli var. Düzdür? 2 dənə həlli var bunun. Aydındır? Bunu başa düşdük. Bura qədər kiminsə sualı var? Kiminsə sualı varsa desin. Deməli, d sıfırdan böyük bərabərdirsə, tənliyin 2 həlli var. D sıfırdan kiçiksə, tənliyin həlli yoxdur. D sıfıra bərabərdirsə, tənliyin yeganə həlli var. İndi gəl biz bunu funksiyada istifadə edək. Gəlir ki, bu funksiyada harda lazım olacaq bizə? D-nin sıfırdan böyük olmağı, D-nin sıfırdan kiçik olmağı. Bax hələ, belə bir funksiya çəkdim, düzdür? D əgər sıfıra bərabərdirsə, onda funksiya x oxuna toxunacaq. Kəsməyəcək, toxunacaq. Müəyyən bir M nöqtəsində toxunacaq. Aydındır? M nöqtəsində funksiyaya toxunacaq. İstər belə də ola bilər də bu funksiya, belə də ola bilər. Məsələn, belə də ola bilər, fərq eləmir. Aha. Əgər M nöqtəsinə toxunursa, deməli bunun diskriminantı bərabərdir 0-a. Əgər toxunursa. Yox əgər funksiya x oxunu 2 nöqtədə kəsirsə, bax 2 nöqtədə kəsirsə, onda deyirik ki, diskriminantı böyük bərabərdir 0 olur. Böyük bərabərdir 0. Daha doğrusu elə burada bərabərdir 0 olur. Daha doğrusu böyükdür 0 olur. Böyükdür 0 olur. Bərabərdir 0 olanda deyirik ki, nədir? Bax, bir dənə gözlə, fikrimi tam çatdırım sizə. Deməli, deyirəm ki, D əgər 0-dan böyükdürsə, onda deyirik ki, tənliyin 2 dənə həlli var. Və funksiya x oxunu 2 nöqtədə kəsir. D əgər 0-dan böyükdürsə. D əgər 0-dan kiçikdirsə, indi məsələ odur. D əgər 0-dan kiçikdirsə, onda nə edəcəm? Burada öz belirləyir. D əgər 0-dan kiçikdirsə, D əgər 0-dan... X-in mənfisində bir dənə nöqtə qeyd olunurməliyim. Nətəri? Məsələn, D 0-dan kiçik olanda X-in mənfisində bir dənə nöqtə qeyd olunmalıdır. Yox, D 0-dan kiçikdirsə, onda funksiya x oxuna nə toxunur, nə də kəsir. Bu tənliyin deyirik, həlli yoxdur. Yəni, həqiqi həlli yoxdur. Yəni, tənliyin həlli yoxdur, o deməkdir ki, x-in elə bir qiyməti yoxdur ki, bu ifadəni sıfıra bərabərləsin. Axı, sıfıra bərabər eləyən qiymətlər y-i sıfıra bərabər eləməlidir, axı, düzdür? Yəni, x-i elə bir nöqtədə kəsməlidir ki, funksiya sıfıra bərabər olsun. Amma bizdə bu vəziyyətdədirlərsə, deyirik ki, funksiyanın x-i kəsən nöqtəsi yoxdur və tənlik kimi baxsaq əgər ax plus bx plus c tənliyinə, deyirik bu tənliyin həqiqi həlli yoxdur. Aydındır?
Bəli. Yəni qaranlıq qalan nəsə varsa denəyin bir də deyim. Problem deyil. Bir də bax Müəllim, qısa da hə. müəllim, axı x-in köklərində mənfi b plus minus kök altında d deyil, bölünsün 2-ə. Burada d mənfi olsa axı mənası olmur. B-yə də götürmək olar izahında. Yox, mən onu deyirəm də. D əgər 0-dan kiçikdirsə, Mənim də cavab olmaz. D 0-dan kiçikdirsə, bu artıq mənfi b plus minus kök altda d bölək 2a deyil. Burada d kökün altına girə bilməz axı mənfi olsa. Mən onu Hə, yəni onu dedim də mən. Başa düşdün? bəli. Yaxşı, bu belə. Belə. Bu da bizim kvadratik funksiya. Kvadratik funksiya. Bir burada nə qaldı? Aha. Burada nə qaldı? Başqa heç nə qalmadı. Bunlar da ki, özünüz baxıb qeydə tapacağınız şeylərdir. Bunlar sadəcə sizin üçün yazmışam ki, özünüz baxıb qeydə tapasınız. Başqa heç nə. Kvadratik funksiyanı izah elədik. Xətti funksiyanı izah elədik. Belə uşaqlar. İndi bunun test PDF-ini atacağam sizə.